Salam dostlar, salam əziz qardaş və bacılar, necəsiz? Ümid edirəm ki, yaxşısınız, azan da verildi. Yaxşı olacaqsınız inşallah Allahın köməyi ilə. Bugünkü mövzumuz da nevrozdur. İstəyirəm bir balaca nevroz haqqında geniş bir məlumat verim. Bilmədiyiniz bir şeyləri biləsiz. Təbii, mənim sahəmdə bəlkə də bunları sizə heç kəs deməyib. Mən mexanizmdən danışmaq istəyirəm. Beyində bir neçə sistemlər var. Başlıca limbik sistem. Limbik sistem nədir? Bu, bizim emosional reaksiya mərkəzimizdir. Tamam mı? Sonra gəlir amigdala. Amigdala qorxu hissini, təhlükəni hiss eləyir və cavab verir. Sonra gəlir hipokamp. Hipokamp nədir? Hipokamp yaddaşla işləyir. Yəni, sizin keçmiş, haçansa, məsələn, uşaqlıq dövründənmi, ya haçansa hansısa bir olaydanmı, xəstəlikdənmi və hansısa bir olaydan qorxunuz olur, nəyinizsə olur, bir hadisəni yadda saxlamağa, sağlam yadda saxlamağa çalışır. Yəni, onu illər saxlaya bilir. Və hipotalamus. Hipotalamus bunun rəhbərliyi ilə, hipotalamusun rəhbərliyi ilə insan orqanizmdə, yəni bədəndə dəyişikliklər baş verə bilir. Anlatabildim-mi? Və nevrozlarda nə baş verir? Hansısa bir olay yaşamısan, qorxulu bir şey olub, nəsə yaşamısan da, məsələn, keçmişdə xəstələnmisən və yaxud yanında kimsə vəfat edib və yaxud kimsə ağır xəstə görmüsən. Hipokamp bunu yadda saxlayır, yadında saxlayır. Amigdala isə oxşar bir hadisə görəndə və yaxud oxşar bir nəsə hiss eləyəndə dərhal sos siqnalı verir. Yəni, dərhal qorxu siqnalını verir, yəni təhlükə siqnalını verir. Təbii ki, burada limbik sistem, hipotalamus xoda düşür, bütün sistemə komanda verir. Ən əsas da hipofisə. Hipofis, məsələn, siz oturmuşsunuz, tipa heç nə yoxdur, amma bədən qaçış, döyüş komandasındadır. Bu nə baş verir? Burada nə baş verir? Yəni, hipotalamus, hipofisə siqnal verir, komanda verir. Hipofis böyrək altı vəzdə stres hormonlarını, kortizolu və adrenalini istehsal eləyir, ifraz eləyir. Həddən artıq olur bu və ən əsas da vegetativ sistemi aktivləşdirir. Aktivləşdirəndən sonra təbii ki, böyrək üstü vəzlər başlayır həmən o kortizolun çoxalmasına, adrenalinin çoxalmasına səbəb olmağa. Başlanır ürək döyüntüləri, baş gicəllənmə, təzyiq oynayır, ürək çırpınır. Elə bilirsən ki, ağzından indi bu dəqiqə ya da partlayacaq ürək. Həyəcan gəlir, içalatda həyəcan baş verir, yəni qorxu var. Və neyromediatorlarda, neyronlarda dəyişikliklər, disbalans yaranır. Təbii ki, artıq dopamin çoxalır həddən artıq. Məsələn, serotonin lazımdır, stres hormonudur, lazımlı hormondur. O azalmağa başlayır. GABA var, o sakitləşdirici bir maddədir. Nevrozlarda o aşağı olur və düşürsünüz zanknatı, kruqa. Tamam mı? Və nəticədə nə olur? Hər dəfə bu dövr eləyir. Deməli, bədən siqnal verir. Bədən siqnal verir. Sən qorxursan. Neyromediatorlarda disbalans yaranır. Qorxursan, bu beynə qorxu siqnalını göndərir. Yenidən
bir dövriyyə yaradır və bütün sistem aktivləşir. Anlata bildim mi? Və düşürsünüz zanknıtı kruqa. Niyə sakitləşmirsiniz? Çünki bu devr eləyir. Devr eləyir. Ta ki, orada işlənməsəz, hansı olaydı bu yerə gətirib çıxardır bunu, bu olayla işləməsəniz, bu zanknıtı kruq daima sizinlədir. Amma bilirsiniz, bir şey sizə deyəcəm. Bir çoxları bunu deməyiblər sizə, mən deyəcəm sizə, siz biləsiz. Bilirsiniz, bəzən deyirlər ki, ekstrasens insanlar var, güya bunlar öncəni görürlər. Amma həkimlər bunu yaxşı bilirlər, psixolog, psixoterapevtlər, psixiatrlar yaxşı bilirlər ki, bunlarda insanda 4 hüceyrə aktivdirsə, insanda 4 hüceyrə aktivdir, amma bu ekstrasenslərdə 6 hüceyrə aktivdir deyə bunlar öncəni görə bilirlər. Bu özü normal sayılmır, normal deyil. Anlatabildim mi? Yəni, hərəni Allah Teala bir cür yaradır. O cümlədən də nevrozlar nəyə görə deyirlər ki, bu bəzən irsi bir faktordur, yəni irsi bir xəstəlikdir. Ona görədir ki, vegetativ sistem bu insanlarda həddən artıq aktivdir. Anlatabildim mi? Həddən artıq aktivdir və hər bir şey reaksiyanı tez verir və siz ona düzgün, yəni o demək deyil ki, siz elə ömür boyu siz belə yaşayacaqsınız. Xeyr, siz sadəcə düzgün ona yanaşmırsınız, düzgün onu başa düşmürsünüz, düzgün o barədə düşünmürsünüz, düzgün interpretasiya etmirsiniz və nəticədə gəlir nevroz ortalığa çıxır. Anlatabildim mi? Siz onu düzgün qavrasanız, düzgün ona yanaşsanız, düzgün başqa bir gözlə baxsanız, onu qəbul etsəniz, bir balaca düşüncələrinizlə, avtomatik düşüncələrlə işləsəniz, o düşüncələr hamısında var. Sadəcə siz onu ona düzgün, necə deyim, interpretasiya edə bilmirsiniz və sonda bu zanknıtı kruq baş verir. Düzgün qərar verə bilmirsiniz, özgüvən itir, nə bilim, nələr və s. Bu hamısı uşaqlıq dövründən gələn bir emosional bir problemlərdir. Təbii ki, bununla işləmək mümkündür. Detal işlənilir, yavaş işlənilir. Bəzən, vallahi deyirəm, mənə xəstələr müraciət edirlər və deyirlər ki, vallah, mən heç bir problemim nə uşaqlıqda olub, nə böyüyəndə olub, nə həyat yoldaşımla problemim var, nə valideynlərimlə olub, nə heç nə uşaqlar, nə olub. Bunu problem kimi, asozmunu deyir bu. Bu onu problem kimi görmür. Amma biz araşdıranda nəyə görə görmür? İndi onu izah eləyəcəm. Biz araşdıranda görürük ki, bunu uşaqlıqda valideynlər öpüblər, gözlərinin üstündə saxlayıblar. Anlatabildim mi? Pilyə saxlayıblar, qoruyublar, çox qoruyublar. Həddən artıq. Anlatabildim mi? Bu problemlər sonda gətirir nəyə çıxardır? Çünki xasiyyətə çevrilir. Bu vərdiş almalıdır. O, indi də böyüyüb, elə istəyir bunu kimsə qorusun. Elə bunu qorxudublar, ora çıxmaq, nə bilim, xoxan yiyər, filan şey olar, belə eləyər, qoruyublar, hər bir şeydən qoruyublar. Bu, indi də əmən şeydir. Qorxur barədə, elə bir dənə balaca uşaq götürür, əlindən tutur, çıxır, gücəm ki, o 3 yaşında uşaq bunu qoruyacaq. Tamam mı? Bu xasiyyətə çevrilir artıq. Bunlar onu amma başa düşmürlər. Bunlar elə bilirlər ki, o problem deyil. Yəni, məni valideynlər öpüb, qucaqlayıb, nə bilim, qucaqlarında gəzdirib, daima qoruyublar, daima göz bəbəkləri kimi. Bu problem deyil axı insan üçün. Belə düşünürlər, amma hərçəndi elə deyil. İndi mən uşaq psixologu deyiləm. Uşaq böyütmək üçün də psixologlar lazımdır, həqiqətən.
psixoloqa müraciət eləmək lazımdır. Psixoloqlar işləməlidir, sizə deməlidir, tövsiyələr verməlidirlər ki, uşağı necə böyütməlisən. Anlata bildimmi? Təbii ki, uşaqlıqda marçımurs, indi dolub belə adamlar, doludur bu dəqiqə. O qədər öpürsüz, nə bilim, qucaqlayırsınız, ona verirsiniz, öpür, buna verirsiniz, öpür, ona. Bu uşaqda nə qalır? Şuur altında psixoloji olaraq buna qəbullanır. Bu ona normal kimi baxır. Səhər bunu hamı böyüyür, nə boyda olur. Bunu kişi də öpsə qəbuldur, arvad da öpsə qəbuldur, bunu kim öpsə qəbuldur. Və sonuçda problem yaranır. Tamam mı? Yəni çərçivələr var. O çərçivə daxilində uşağı böyütmək lazımdır. O səbəbdən də indi mən onlara demirəm, məsəl çəkdim, amma nevrozların da səbəbi uşaqlıq travmalardır. Tamam mı? Uşaqlıq, məsələn, dövrlərində onlara verilən, necə deyim, tərbiyədir. Təbii. Belə. Anlata bildimmi? Sistem necə işləyir? Nətər olur, nəyə görə nevroz olursan, çünki siz bir çoxlarınız oturursunuz, düşünürsünüz ki, niyə məhz mən? Niyə o qonşunun qızı bütün günü yiyir, içir, deyir, gülür? Onun heç nə vecinə də deyir. Mən, burada hər şey yaxşıdır, mən məmnun deyiləm öz həyatımdan. Tipa nəsə çatmır, tipa nəsə olacaq. Səbəblər var. Şuuraltı ilə təbii ki, işləyəndən sonra biz onu deyirik, səbəbi çıxardıq, qoyuruq ortalığa ki, ay başvadının, problem buymuş. Tamam mı? Və işləyirsən, təbii ki, mümkündür düzəlmək, tam qaydasına qoyursan, amma biraz uzun çəkən prosesdir. Yəni, bir dövsən uzun çəkir. Bu panik atak, nə bilim, fobiyalar, nə bilim, rituallar, zatlar, bunlar tez bazarlıq bir şeylərdir. Yəni, elə bir problem yoxdur. Tez bazar, yəni, doğru dində desək, özlərinə qayıda bilirlər. Bəzən var, dərin bir emosional insanlar var artıq, xarakterləri, bu xarakterinə çevrilib. Onlarla işləmək təbii ki, biraz lazımdır uzun müddət. Beləliklə, sağ olun, sağlıqlı qalın, özünüzdən müğayət olun, kommentariyalarınızı gözləyirəm, yazın, nə də lazım olsa soruşun, qulluğunuzda hazıram. Sağ olun, bay bay.